Selamun Aleyküm ve Rahmetullah. Dünən kartıma baxdım ki, bir dənə mesaj gəlir. Nəsə o 3D müdafiə kodu var. Da bildiyiniz kimi. O kod gəlib. Baxdım ki, mən heç bir ticarət etməmişəm və s. Bu kod mənə niyə gələ bilər? Girdim, baxdım ki, 1 dollar çıxılıb. Əlavə də 27 dollarlıq bir alış-veriş eləmək istəyiblər, amma 3D kodu onlara mane olur. Siz də ehtiyatlı olun. Düzdür, hal-hazırda kartı bloklamışam. Amma səbəbini bilə bilmədim. O kartı haradan əldə ediblər, necə əldə ediblər? Yəni kimin qarşısına çıxsa bu videoda siz də ehtiyatlı olun. Sabah bankla bir əlaqə saxlayacağam. Görün bunu necə əldə ediblər. Və bildirdim ki, sizin də məlumatınız olsun. Bu dəladuzlara qarşı bu dəqiqə artıb, çox həddindən artıq çox eşidirdim. Başıma gəlməmişdi. Amma bu şəkildə başıma gəlib, amma şükürlər olsun ki, yenə də 1 dollarlıq bir zərər var. O 28 dolları çəkə bilməyiblər. 27 dollar nə qədər? Allah hamd olsun. Ona görə dediyim çəkim hər kəsin də məlumatı olsun. Selamun Aleyküm və Rahmetullah.